Salam, hər vaxtınız xeyir olsun. Güvən 2024 test bankından törəmənin B variantının testlərinin izahlarına baxırıq. Bir nömrəli testdə deyirlər ki, y bərabərdir x kub çıxılsın 3x funksiyasının azalma aralığını tapın. Əgər artma aralığı desəydi, törəməni sıfırdan böyükdür, bərabər eləyib hesablayardıq. Amma azalma aralığını istədiyi üçün törəməni sıfırdan kiçikdir, bərabər eləyib həll eləyərik. Yazırıq ki, burada nə olmalıdır? Bir nömrəli sualda f(x) nə olmalıdır? Kiçikdir, bərabərdir sıfırdan. Törəməni tapsaq, bunun eləyir 3x-in kvadratı çıxılsın 3, kiçikdir, bərabərdir sıfırdan. Buradan da hər tərəfi 3-ə bölsən, x kvadrat çıxılsın 1, yenə kiçikdir, bərabərdir sıfırdan. İndi bunu da vuruqlara ayırırsan, olur x minus 1, x plus 1 yenə azdır sıfırda. İndi burada da bunu sıfıra çevirən qiymətlər bir müsbət 1-dir, digəri də mənfi 1-dir. Ədəd oxunda qeyd eləyirsən, deməli, mənfi 1-i və müsbət 1-i. Birdən o tərəfə qiymət versən, müsbət olur, burada mənfi olur, burada müsbət olur. Bizə mənfi aralıq lazım olduğu üçün mənfi 1-dən 1-ə qədər eləmiş olur. Mənfi 1 ilə 1 də bura daxildir. Yəni, Y bəndi eləmiş olur burada. 2 nömrəli sualda deyilir ki, bizə tam səthinin sahəsi 24 pi santimetrin kvadratı olan ən böyük həcmli silindrin hündürlüyünü tapın. Ən böyük həcmli silindir dediyi üçün həcmin törəməsini sıfıra bərabərləşdiririk. İndi burada əvvəlcə S tamı tapmaq üçün düstur necə idi? Yadınıza salın. S tam bərabərdir. Olurdu ki, 2 pi r kvadrat plus 2 pi r h. Deməli, 2 pi r kvadrat plus 2 pi r h. Bu da bərabərdir verilib 24 pi. Hər tərəfi burada 2 piyə bölürük. Alınır ki, burada r kvadratı plus alınır rh bərabərdir 24 pini də 2 piyə bölsən 12 eləmiş olur. İndi burada da belə eləyək. Həcmin törəməsini sıfıra bərabərləşdirərik. Yəni sıfıra bərabərləşdirib bunu yazaq. Həcmi tapmaq üçün düstur necə idi? Və bərabər olurdu. Yəni ki, silindrin həcmi olurdu ki, pi r kvadrat vur h olurdu. Pi r kvadrat vur h olur. Belə eləyək. Burada, bu düsturda belə eləyərik. H-ı taparıq, gətirib burada yerinə qoyarıq. Buradan h bərabər də olur ki, 12 minus r kvadrat bölünsün r eləmiş olur. Gətirib burada h-ın yerinə həmin o ifadəni qoyarıq. Deməli, pi r kvadrat vurulsa olur ki, 12 minus r kvadrat bölünsün r. Burada r-lər ixtisar gedir. Qalır ki, bərabərdir. Belə elə, pi-ni elə ortaq mötərizə xaricinə çıxartmış kimi göstərək. Pi vurulsa olacaq burada. 12 r çıxılsın r-in kubu. İndi burada da nə edərik? Törəməni sıfıra bərabərləşdirərik. Həcmin törəməsini. Bunu da törəməsini hesablasaq, eləyir ki, burada hasilin törəməsi kimi birincinin törəməsi vurulsa ikinci kimi olsa əgər, birincinin törəməsi, yəni ki, pi-nin törəməsi 0 verər, vur ikinci, yəni yine 0 eləmiş olacaq. Onu nəzərə almırıq. Amma burada nə olacaq? Birinci vurulsun sonra ikincinin törəməsi, yəni ki, 12r minus r kubunun törəməsi deyilir ki, 12 minus 3r-in kvadratı. Bərabərdir 0. İndi buradan da hər tərəfi pi-yə bölsən, alınır ki, 12 minus 3r-in kvadratı bərabər 0 olur. Buradan da r kvadrat bərabərdir
4 eləmiş olur. Onda r də bərabərdir 2 eləmiş olacaqdır. Radius tapdığı için amma bizdən hündürlüyü istəyirlərsə, hündürlüyü tapmaq üçün də həmin bu verilən düstur var bizdə. Heç bu ifadəni tapmışdıq. Burada r-in yerinə 2-ni qoyarıq. Onda buradan h bərabərdir olacaq ki, 12 çıxılsın r-in kvadratı 4 bölünsün 2-yə. 12 minus 4 elədi 8. 8-i də 4-ə bölsən 4 eləmiş olur. Yəni D bəndi eləmiş oldu. Bunun üçün də funksiyanın törəməsini sıfıra bərabərləşdiririk. Yəni ki, f'(x) bərabərdir 0 edib həll eləyərik. Burada da y üstü 2 kosinus x bölü 2-nin törəməsi olacaqdır ki, y üstü 2 kosinus x bölü 2 bir də vurulsun. Mürəkkəb funksiya olduğu üçün vurulsun bir də 2 kosinus x bölü 2-nin törəməsi. Bir də plus 2-nin törəməsi 0 verdiyi üçün yazmağa ehtiyac yoxdur. Bərabərdir. Burada y üstü 2 kosinus x bölü 2 qalır yerində. Bir də vurulsun burada 2 kosinus x bölü 2-nin törəməsi olur ki, deməli 2 vurulsun, deməli kosinus x bölü 2 2'də 1 x deməkdir. Kosinus 2'də 1 x-in törəməsi olacaq ki, mənfi sinüs 2'də 1 x, mənfini ataq elə qabağa. Deməli, sinüs 2'də 1 x. Bir də yenə burada x-in əmsalı varsa, 2'də 1 x olduğu üçün, bir də vurulsun 2'də 1 x-in törəməsi. Bu da elə bizə 2'də 1 verəcəkdir. Vurulsun burada 2'də 1. Bərabərdir. Burada 2'lər ixtisar gedir. Qalır ki, bərabərdir. Y üstü 2 kosinus x böl 2 vurulsun. Mənfi var burada. Sinüs 2'də 1x. Bunu deməli nə edirdi? Sıfıra bərabərləşdiririk ki, böhran nöqtələrini tapa bilək. İndi biz bilirdik ki, ümumiyyətlə qüvvət funksiyası varsa, üslü funksiya varsa, bu sıfıra heç vaxt bərabər olma bilməz. Yəni hasil sıfıra bərabərdirsə, deməli bu sıfıra bərabər olmalıdır ki, hasil də sıfıra bərabər olsun. Ona görə burada yazırıq ki, sinüs 2'də 1 x bərabərdir 0. Bu da xüsusi hallara aiddir, sıfıra bərabər olan halı. Bu da bərabər də olurdu ki, buradan 2'də 1 x bərabər 0'dırsa, buradan 2'də 1 x bərabər də olacaq ki, pikaya. Bizə x-in özü lazımdır deyənə hər tərəfi 2'yə vursan, alınır ki, buradan x bərabərdir 2 pika. Yəni, burada eləyir D bəndi. Növbəti sualımızda deyirlər ki, funksiyanın qrafikinə apsis oxu ilə kəsişmə nöqtəsində çəkilən toxunanın bucaq əmsalını tapın. Həmin apsis oxunun kəsişmə nöqtəsini tapmaq üçün y-ə 0 deyirik. Onda olur ki, burada 27 x-in kub çıxılsın 1 bərabər 0. Buradan da x-in kubu bərabər deyir 27-də 1. Onda x də bərabər deyir 3-də 1. Həmin bu apsis oxunun kəsişmə nöqtəsi olur 3-də 1, 0. Bu da bizdə elə bil ki, x 0 və y 0'ı bildirir. Bucaq əmsalı isə k bərabər də olurdu ki, həmin f' x 0'a bərabər olurdu. Əvvəlcə indi bu funksiyanın törəməsini tapsaq, həmin bu funksiyanın törəməsini taparıq. Alınacaq ki, burada deməli 27 x-in kubun törəməsi olur ki, 27 vurulsun. X-in kubun törəməsi olur 3x-in kvadratı. Həmin bu törəməni tapdıq, elə bil ki, y bərabərdir yazaq elə. Həmin törəmədə x-in yerinə 3'də 1 qoyub hesablayarıq. Bu formada bucaq əmsalını tapmış olarıq. Bərabər də olur ki, 27 vurulsun 3x-in kvadratının yerinə artıq biz nə edərik? 3'də 1'i qoyarıq. 3'də 1'in kvadratı. Bu da 3'də 1'in kvadratı bizə həmçinin 9'da 1 verəcək deyənə, elə 9'da 1 yazaq burada. Burada 9 ilə 27 ixtisar gedir. Burada 3 qalır. 3 dəfə 3'də 9 eləmiş oldu. Yəni, A bəndi eləmiş olur. Növbəti sualımızda deyirlər ki, bizə funksiyanın ekstremum qiymətini tapın.
Ekstremum qiymətini tapmaq üçün ekstremum qiymətlər, yəni ki, maksimum və minimum qiymətləri nəzərdə tutur. Bunun üçün əvvəlcə maksimum və minimum nöqtələr tapmalıyıq, sonra gətirib bu funksiyada yerinə qoymalıyıq, sonra onların cəmini tapmalıyıq. Əvvəlcə həmin bu deməli nə etməliyik? Minimum və maksimum nöqtələr tapaq. Bunun üçün nə edərik? Deməli, əvvəlcə törəməni sıfıra bərabərləşdirərik. Yəni ki, f'(x) bərabər 0 eləyib minimum və maksimum nöqtələr taparıq. İndi burada bunun törəməsi olur ki, 12x-in kvadratı plus 4x-in kubu bərabər 0. Burada da belə eləyə bilərik. 4x-in kvadratını ortaq mütərizə xaricinə çıxarsaq, 4x-in kvadratını çıxardırıq. Qalır ki, burada 3 plus x bərabərdir 0-a. İndi hasilləri 0-a bərabərləşdirərik. Bunu 0-a bərabərləşdirsən, buradan x bərabər 0 alınır. Bunu 0-a bərabərləşdirsən, x bərabərdir -3 alınır. Bunları ədəd oxunda qeyd eləyirsən. Deməli, 0 və -3. -3 burada, 0 da burada. İndi burada deməli, 0-dan o tərəfə sağ tərəfindən qiymət qoysaq burada yerinə müsbət alınır. Yenə burada da -3 ilə 0 arasında qiymət verəndə yenə müsbət alınır. -3-dən sol tərəfdən qiymət verəndə artıq mənfi alınır. Buradan deməli, bunları da belə səliqəli formada qeyd eləyək. Bizdə deməli belə olurdu. Mənfidən müsbətə keçdiyi nöqtə minimum nöqtəsi olurdu. Müsbətdən mənfiyə keçdiyi nöqtə maksimum nöqtə olurdu. Amma müsbətdən müsbətə keçən nöqtə, yəni ki, maksimum minimum olmurdu. Mənfidən də mənfi keçsə yenə maksimum minimum yoxdur orada. Amma mənfidən müsbətə keçirsə burada baxırsınız ki, bu olur deməli nə? Bunun deməli minimumu x minimum bərabər də olur ki, -3. Amma maksimum nöqtəsi baxırıq ki, müsbətdən mənfiyə keçən hissəsi yoxdur. Deməli, maksimum nöqtəsi bunun yoxdur, ancaq minimum nöqtəsi vardır. Onda buradan da minimum nöqtəsini burada x-də, yəni daha doğrusu f(x)də yerinə qoyarıq. Həmin bu funksiyada verilən funksiyada x yerinə -3 qoyaraq bu formada onun elə bil ki, minimum qiymətini tapmış olarıq. Yəni ki, minimum qiymət elə ekstremum qiymətini bildirir. Onda buradan f(x) bərabər də olur ki, 4 vurulsun -3-ün kubu -27 eləmiş olur. Plus -3-ün kubu, -3 üstü 4 isə 81 olur. Bu da olur. -4-ü -27-yə vursam -108 eləmiş olur. Plus 81. Bu da bərabərdir. -27 eləmiş oldu. Yəni ki, maksimum nöqtəsi yoxdur. Yəni ki, bir dənə ekstremum oldu. O da minimum qiyməti, yəni ki, -27 eləmiş oldu. Maksimum olmadığı üçün ekstremum qiymətlərini burada bizdə tapın deyirdi. Bəli, elə bir dənə oldu, tapdıq. Yəni A bəndi. Bunun üçün əvvəlcə bu üç nöqtələri həmin funksiyada yerinə qoyub taparıq. Deməli, f0 üçün tapsaq, bərabərdir eləyir ki, 4 vurulsun, 0-ın kvadratı 0. Sonra çıxılsın, 2 vurulsun, köşdə x də bizə, yenə köşdə 0 da bizə 0 vermiş olacaqdır. Burada alınır, 4-ü 0-a vursan 0 alınır. Çıxılsın, 2 vur 0-da 0. 0-dan 0-ı çıxsan 0 qalmış oldu. Bir də f2-ni taparıq burada. Bu da bərabər deyilir, 4 vurulsun, 2-nin kvadratı elədi 4, çıxılsın, 2 vurulsun, yenə kök altında x yerinə 2 qoyuruq, bərabərdir. Alınır 16, çıxılsın, 2, köşdə 2. Bir də burada böhran nöqtəni tapırıq, yəni ki, törəməni 0-a bərabər edib, x-in qiymətini taparıq buradan. Həmin qiymətdə yenə funksiyada yerinə qoyarıq, həmin bu 3 dənə qiymətdən hansı ən az oldusa, həmin o ən kiçik qiymət onu götürərik. Bir də burada nə edirik deməli? f(x) bərabər də alınır ki, 4x-in kvadratının törəməsi eləyəcək ki, burada nə? 8x eləmiş olur. Çıxılsın bir də 2 vur köşdə x-in törəməsi də eləyəcək ki, deməli 2 vurulsun.
1 bölünsün 2 kök altında x. Deməli, bunu bərabərləşdirsən 0-a. Buradan da alınır ki, ikiler ixtisar gedir. Alınacaq ki, buradan 8x bərabərdir 1 böl kök altında x. Çarpaz vursaq alınır ki, 8x vur kökdə x bərabərdir 1-ə. Hər tərəfi kvadrata yüksəldirsən alınır ki, və yaxud da belə eləyək. Əvvəlcə 8-i ataq sağ tərəfə, sonra hər tərəfi kvadrata yüksəldərik. X vurulsun kökdə x bərabərdir 8-də 1, sonra hər tərəfi kvadrata yüksəldirsən alınır x-in kubu bərabərdir 64-də 1. Onda buradan da x bərabər deyilir 4-də 1. İndi 4-də 1-i də həmin bu funksiyada yerinə qoyarıq. Alınır buradan y bərabərdir 4 vurulsun. 4-də 1-in kvadratı 16-da 1 eləmiş olur. Çıxılsın 2 vurulsun kök altında 4-də 1. Bu da bərabər deyilər. 4 ilə 16 ixtisar gedir. Qaldı burada 4-də 1. Çıxılsın. 2 vurulsun 2-də 1 olacaq burada. 4-də 1-dən 2-də 1 çıxır. 2 vur 2-də 1-də bizə 1 verəcək. 4-də 1-dən də 1 çıxanda qalır mənfi 4-də 3. Yəni ki, ən az qiymət elə bu oldu. Mənfi, yəni ki, bu qiymətlərdən biri 0-dır. Biri 16 çıxılsın 2 kökdə 2-dir. Biri də mənfi 4-də 3-dür. Yəni ki, ən kiçik qiymət burada elə S bəndi olur. Mənfi 4-də 3. Əgər həmin funksiyanın qrafikinə çəkilmiş toxunanlar apsis oxuna paraleldirsə, deməli orada x oxu ilə yəni ki, əməl gətirdiyi bucaq yoxdur. Yəni ki, k burada yoxdur. Deməli, k-mız orada 0-a bərabərdir. Yəni ki, x-ə paralellik varsa, apsisə paralellik varsa, deməli, k-mız nə olur? 0-a bərabər olmuş olur. İndi burada da deməli, toxunma nöqtələrinin apsislər cəmini tapın deyirsə, biz nə edirdik burada? K bərabərdir, f' x 0 olurdu. Burada k 0-dırsa, törəmənin nə edərik? 0-a bərabərləşdirərik. Yəni ki, f' bərabər 0 eləyib, həll eləyərik. Yəni, burada da 2-də 1 x üstü 4-ün törəməsi olur ki, 2-də 1 vurulsun. X üstü 4-ün törəməsi olur 4x-in kubu. Sonra çıxılsın buradan 3-də 2 x-in kubu. Bu olur 3-də 2 vurulsun. X-in kubu deyilir 3x-in kvadratı. Minus 2x-in kvadrat deyilir, törəməsi 2 vurulsun. Elə 2x. Plus 5-in törəməsi 0 eləyir. Onu nəzərə almırıq. Bərabərdir 0. İndi burada ixtisarlar gedir. 2 ilə 4 gedir. Qalır burada 2x-in kubu. Çıxılsın. 3-lər də gedir. Qalır 2x-in kvadratı. Plus 4x. Bərabərdir 0-a. Buradan da 2x-i ortaq mötərizə xaricinə çıxardırıq. Qalır ki, burada x-in kvadratı çıxılsın. Deməli, x çıxılsın 2 bərabərdir. Burada, daha doğrusu, minus yazmaq əvəzinə plus yazmışıq. Minus olmalıdır 4x. Minus 4x. Çıxılsın olur, deməli, burada elə 2 bərabərdir 0-a. Hasili 0-a bərabərdirsə, vuruqların hər birini 0-a bərabərləşdirirsən. Buradan alınır ki, x bərabər 0. Buradan da vietlə alırıq ki, köklərdən biri 2 olar, biri də ki, mənfi 1 olar. Yəni, vietə əsasən nə olurdu? Köklərin hasili bizə bu sərbəst həddi verirdi. Yəni ki, mənfi 2-ni. Cəm isə bizə bu x-in əmsalının əksini verirdi. Yəni ki, 1 verməlidir. Həqiqətən ödənilir. İndi burada da apsislərin cəmini soruşurdu. 0 plus 2 plus mənfi 1. Bu da bərabərdir 1 eləmiş olur. Yəni, S bəndi. Bunu da burada qeyd edək. Növbəti sualımızda deyirlər, fx bərabərdir, x kvadrat çıxılsın ax, bölünsün, x çıxılsın 2 əyrisinə. A1, y nöqtəsində şəkilən toxunanın y bərabərdir, 5x plus 4 düz xəttinə paralel olması üçün A neçə olmalıdır? Əgər bu düz xəttə paraleldirsə, həmin o şəkilən toxunanın deməli, paralel olması üçün deyirsə, deməli, burada paralel olana nə olurdu? K-lar birinə bərabər olurdu. Deməli, K ilə burada 5 olmalıdır. K 5 olmalıdır. Biz də indi burada A neçə olmalıdır deyirsə, indi burada nə inirdi? K bərabərdir. F' x0 yazırdıq. X0 da bizdə burada baxırsınız ki, 1-dir.
Onda yəni nə edərsiniz? F'1-i bərabərləşdirərik 1-ə, 5-ə. Deməli, F'1-i bərabərləşdirirsiniz 5-ə, oradan da A-nı taparıq. İndi burada x-in kvadratı çıxılsın ax. Bölünsün x çıxılsın 2. Törənməsi bərabərdir 5 yazarıq. Burada nisbətin törəməsidir. Ona görə olurdu ki, nə? Sürətin törəməsi vurulsun məxrəc. Yəni ki, sürətin törəməsi olar 2x çıxılsın a, vurulsun x çıxılsın 2. Bir də olacaqdır ki, çıxılsın yenə sürətin törəməsi, daha doğrusu məxrəcin törəməsi vurulsun sürət. Məxrəcin törəməsi bizə x çıxılsın 2-nin törəməsi nə verəcək? 1 verəcəkdir. 1 vurulsa olur. Bir də sürət. X-in kvadratı çıxılsın ax. Aşağıda da olurdu ki, məxrəcin kvadratı. X çıxılsın 2-nin kvadratı. Bərabərdir 5-ə. İndi bizə lazımdır ki, burada neyiniyək? X-lərin yerinə 1 yazıb 5-ə bərabərləşdirək. Törəməni tapdıq. X yerinə 1 yazıb 5-ə bərabərləşdirərik. Alınır burada. Onda x yerinə 1 qoysan alınır 2 çıxılsın a. Burada alınır 1 çıxılsın 2, çıxılsın 1 vurulsun. Burada alınır ki, demək x-in kvadratı, yəni ki 1-in kvadratı 1 eləyir. Çıxılsın a vur x var. Yenə x yerinə 1 qoysam 1 çıx a eləmiş olur. Bölünsün aşağıda da 1 çıxılsın 2, yəni ki mənfi 1 olacaq. Mənfi 1-in kvadratı da 1 eləmiş olur. Bərabərdir 5-ə. Bunu biraz da sadələşdirsək, alınır ki, mötərizəni burada vurub açsaq, alınır. Deməli, 2 çıxılsın. 2-ni, daha doğrusu belə eləyək də burada. Mötərizəni açmaq deyəndə ki, zaten burada 1 çıx 2 bizə mənfi 1 verir deyənə, alınır burada a çıxılsın 2 alınacaqdır. Sonra çıxılsın burada indi mötərizəni yenə açsaq, alınır ki, minus 1 plus a bərabərdir 5-ə. Buradan da alınır ki, 2a çıxılsın 3 bərabərdir 5-ə. 3-ü atırıq sağ tərəfə, 2a bərabərdir alınır 8, a da bərabərdir alınır 8-i bölürsən 2-yə 4 eləmiş olur. Yəni B bəndi eləmiş oldu. 9 nömrəli sualda deyirlər, m-in hansı qiymətində f(x) bərabərdir x kvadrat çıxılsın mx plus 10 bölünsün x çıxılsın 3 funksiyası x bərabərdir 1 nöqtəsində maksimum qiymət alır. X bərabərdir 1 nöqtəsində maksimum qiymət alırsa, deməli x bərabərdir 1 nöqtəsi bunun maksimum nöqtəsidir. Maksimum nöqtəni tapmaq üçün nə edirdin? Törəməni, yəni funksiyanın törəməsini sıfıra bərabərləşdirirdin. Oradan x tapırdın. Həmin bu bizə maksimum nöqtəni verdiyi üçün, yəni ki, nə edərik burada? F'1 bərabərdir 0 edərik. Oradan da m-i taparıq. İndi buradan törəməni tapsaq, demək x kvadrat çıxılsın mx, əvvəlcə özünü yazaq, plus 10 bölünsün x çıxılsın. Bir dəqiqə. Biraz bunu səliqəli yazaq. Nəsə səliqəli alınmır. Bölünsün x çıxılsın 3-ün törəməsi bərabərdir 0 eləyər. Yenə nisbətin törəməsi idi. Bunun üçün nə olurdu? Sürətin törəməsi vurulsun məxrəc. Yəni ki, sürətin törəməsi olacaq ki, burada nə olacaqdır? 2x çıxılsın m olar. 2x çıxılsın m vurulsun məxrəc. Yəni ki, x çıxılsın 3. Sonra olurdu çıxılsın. İndi məxrəcin törəməsi, yəni ki, x çıxılsın 3-ün törəməsi bizə 1 verəcək. Vurulsun sürət x-in kvadratı minus mx plus 10. Bölünsün bir də olurdu ki, məxrəcin kvadratı bərabərdir 0. İndi burada nə edərik? Bu x-in yerinə 1 qoymalıyıq da. Çünki f'1 bərabər 0 olmalıydı. X-in yerinə 1 qoysan olur ki, burada 2 çıxılsın m vurulsun 1 minus 3 eləyəcək mənfi 2 minus x-in kvadratı, yəni ki, olacaq burada 1-in kvadratı 1 elə çıxılsın m plus 10.
Bölünsün bir də burada x çıxılsın 3-ün kvadratı var. Yəni ki 1 çıxı 3 mənfi 2-nin kvadratı 4 eləmiş olur. Bərabərdir 0. Buradan da mötərizəni vurub açsan alınır ki burada deməli 2m minus 4 deməli alınır minus 1. 1 plus 10 elə minus 11 yazaq. Plus m yazaq. Yəni ki, mənfinin təsirini nəzərə alırıq. Bərabərdir 0. Buradan da alınır 3m bərabərdir 15-ə. M də bərabərdir 5 tapmış oluruq. Yəni, Y bəndi tapmış olduğunu da burada qeyd edək. 10 nömrəli sualda deyirlər ki, bizə funksiyanın ekstremum nöqtələrinin absisləri cəmini tapın. Bunun üçün də burada törəməni sıfıra bərabərləşdiririk əvvəlcə. Sonra ədəd oxunda qeyd edərik. Müsbətdən mənfiyə keçən hissə bunun maksimum nöqtəsi olurdu. Mənfidən müsbətə keçən hissə isə bunun minimum nöqtəsi olurdu. Əvvəlcə törəməni sıfıra bərabərləşdirək. Deməli, f'(x)i bərabərləşdirərik sıfıra. Bunun törəməsi rahatdır. Olacaq ki, burada həmin bu funksiyanın törəməsini taparıq. Olur ki, burada 3x-in kvadratı plus olur 12x plus 9 bərabərdir sıfıra. İndi bunu da kvadrat tənliyi kökləri tapsaq, olur ki, mənfi 1 və mənfi 3. Və yaxud da belə də eləyə bilərsən, viyyətlə taparsan, hər tərəfi 3-ə bölürsən, alınır ki, x-in kvadratı plus 4x plus 3 bərabər 0. Hasil bizə 3 verməlidir. Cəm də bizə mənfi 4 verməlidir. Nə ola bilər? Əlbəttə ki, x1 bərabərdir 1 mənfi 1, x2 bərabərdir mənfi 3. Həqiqətən hasil bizə bu 3-ü verər. Cəm də bizə mənfi 4-ü verər. Bunlara da oxunda qeyd edirsən. Deməli, burada olsun mənfi 3, burada olsun mənfi 1. Deməli, mənfi 1-dən sağ tərəfdə qiymət verəndə müsbət olur. Burada mənfi, burada müsbət. Bu formada tapdıq. İndi həmişə nə edirik? Soldan sağa doğru baxırıq. Soldan sağa doğru. Müsbətdən mənfi keçibsə bu nöqtə, yəni ki, mənfi 3 bunun maksimum nöqtəsidir. X maksimum bərabərdir burada, mənfi 3-dür. Mənfidən müsbətə keçibsə, bax, mənfidən müsbətə keçibsə, bu bunun minimum nöqtəsidir. Onda x minimum bərabərdir olur mənfi 1-ə. Həmin bu maksimum və minimum nöqtələr bunun ekstremum nöqtələri adlanırdı. Ekstremum nöqtələrin cəmini istəyirsə, mənfi 3 plus mənfi 1, bu da bərabər deyil mənfi 4. Yəni, A bəndi eləmiş oldu. Nömrəli sualda bizə deyirlər, funksiyanın azalma aralığını tapın. Bunun üçün törəməni 0-dan 2 bərabərdir eləyib həll eləyirik. Deməli, nə edirik? f'(x) 2 bərabərdir 0-dan. İndi buradan x-in kvadratı bölünsün x plus 1-in törəməsini nə edərik? 0-dan 2 bərabərdir eləyib həll eləyərik. Nisbətin törəməsidir. Burada olurdu ki, nə? Sürətin törəməsi, yəni ki, 2x vurulsun məxrəc. Çıxılsın olacaq. Məxrəcin törəməsi, yəni ki, 1 vurulsun sürət. Bölünsün bir də məxrəcin kvadratı. İndi burada biraz sadələşdirmələr aparsaq sürətdə. Alınır ki, orada deməli 2x-in kvadratı plus 2x çıxılsın 1x-in kvadratı var. Bölünsün x plus 1-in kvadratı. 0-dan yenə azdır. Buradan da alınır ki 2x-in daha doğrusu x-in kvadratı alınır. Çünki burada 2x kvadrat var. Çıxılsın 1x kvadrat. Qalır x-in kvadratı plus 2x. Bir də buradan bölünsün x plus 1-in kvadratı yenə 0-dan azdır. İndi bunu da məxrəci yox, sürəti biraz vuruqlara ayırarıq. X-i saxladıq, x plus 2-si çıxardırıq, mötərizə xaricinə x plus 2 bölünsün x plus 1-in kvadratı. Bunlara da toxunda qeyd edirsiniz. Bunları deyəndə həmin bu ifadəni sıfıra çevirən qiymətlər. Bir elə
0 olacaqdır. Biri mənfi 2 olacaq. Buraya əsasən biri də mənfi 1 olar. Amma mənfi 1 bura daxil olmayacaqdır. Deməli, mənfi 2 amma daxil olar sürətdə olduğu üçün. Mənfi 1 daxil olmayacaq. Bir də 0 da daxil olmalıdır. İndi burada belə olacaq ki, 0-dan sağ tərəfdə qiymət verəndə müsbət oldu. Mənfi, yenə mənfi olar. Çünki burada x plus 1-in kvadratıdır deyənə. Artıq mənfi 1-in təkrarlanan kök yaranmış olur. Mənfi 1-in sağında mənfidirsə, solunda da mənfi olmalıdır. Bir də mənfi 2 bu tərəfdə də müsbət olmuş olur artıq. Bizdən burada mənfi aralığı, azalma aralığını istədiyi üçün mənfi hissəni götürərik. Yəni ki, mənfi 2-dən mənfi 1-ə birləşməsi mənfi 1-dən 0-a qədər. 0 da bura daxil olmalıdır. Yəni, D bəndi eləmiş olur. İndi burada toxunanın tənliyi belə olurdu ki, y bərabərdir f x0 plus f ştrix x0, bir də vurultusu olacaq x minus x0. Həmin x0 bizdə elə bu pi böl 2-dir. x0-ı bərabərdir pi böl 2 veriblər. Onda burada əvvəlcə biz nə edərik? Fx0-ı tapmaq üçün həmin bu funksiyada x yerinə pi böl 2 yazıb həll edərik. Deməli, f pi böl 2 bərabərdir yazırsan. Sinüs, deməli, pi böl 2 vurulsun kosinus pi böl 2 bərabərdir. İndi kosinus, deməli, pi böl 2 bizə 0 verirdi. Bir də burada alınır ki, pi böl 2 yenə burada var. Vurulsun 0, 0 olacaq. Bərabər də olur onda bu sinüs 0. Sinüs 0 da bizə elə 0 vermiş olurdu. Yəni ki, burada 0 qoyarıq. Bunu bildik. Bir də törəməsini tapaq. Əvvəlcə törəməni tapaq. Sonra yerinə pi böl 2-ni yazarıq. F'(x) bərabər də olur ki, sinüs pi böl 2 vur kosinus x-in törəməsini tapmalıyıq da bu ifadənin törəməsini. Bunun üçün olurdu ki, kosinus elə pi böl 2 vurulsun kosinus x. Bir də vurulsun olurdu ki, mürəkkəb funksiya olduğu üçün pi böl 2 kosinus x-in törəməsi. Bu da hasilin törəməsi olduğu üçün əvvəlcə pi böl 2-nin törəməsi vur kosinus x, bir də plus pi böl 2 vur kosinus x-in törəməsi olurdu. İndi pi böl 2-nin törəməsi 0 verdiyi üçün bir də onu nəzərə almırıq. İkinci hissəsini götürərik. Pi böl 2-nin vurulsun kosinus x-in törəməsi. Deməli, pi böl 2 vurulsun kosinus x-in törəməsi də mənfi sinüs x olurdu. Belə oldu. İndi həmin bu x-in yerinə pi böl 2-ni yazarıq. Deməli, f ştrix pi böl 2 bərabər də olur ki, kosinus pi böl 2 vurulsun kosinus pi böl 2 vurulsun pi böl 2 vurulsun mənfi sinüs pi böl 2 bərabərdir. Buradan da deməli, kosinus pi böl 2 bizə 0 verir. Buradan da bu pi böl 2-ni 0-a vursan 0 olacaq. Kosinus 0 alınır burada. Kosinüs 0. Vurulsun var yenə burada pi böl 2. Bir də vurulsun sinüs pi böl 2 də bizə deməli 1 verirdi. Burada mənfi var deyənə mənfi 1 olacaqdır. Bərabərdir. Şimdi burada da kosinus 0 bizə 1 verirdi. Pi böl 2 vur mənfi 1 varsa alınır mənfi pi böl 2 burada. Onu da tapdıq. İndi y bərabərdir. Var burada bizdə. Burada yerinə qoyarıq. Y bərabərdir alınır. Fx0-ın yerinə 0 qoyuruq elə. 0 plus olur. F'(x0-ın yerinə mənfi pi böl 2 yazırsan. Bir də vurulsun alınır burada. X minus x0 da pi böl 2 idi. Bunu biraz sadələşdirmək lazımdır. Mötərizənin 0-ı nəzərə almırıq. Plus var burada. Buranı nəzərə alsaq. Olur ki, mötərizəni vurub açsaq alınır mənfi px böl 2. Bir də plus alınır burada. Pi kvadrat. Bir dəqiqə biraz səliqəli yazaq. Deməli, pi kvadrat bölünsün 4. Yəni, A bəndi yazırıq buradan 13 nömrəli sualda. Deməli, fx
Vurulsun f x sıfırdan azdır. Deməli, burada bunun sıfırdan az ola bilməsi üçün əgər fx müsbət olanda f(x) mənfi olmalıdır. Əgər fx mənfi olanda f(x) müsbət olmalıdır. Yəni ki, biri mənfi, biri müsbət olmalıdır ki, sıfırdan az olsun. İndi bu qrafikə baxırıq ki, necə olur bu qrafik? Buradan gəlir buraya qədər, nə olur? Artmış olur. Bunu belə göstərə bilərik. Daha da düzgün görsənməsi üçün belə oxlarla göstərək. Belə artacaq bu istiqamətdə. Buradan aşağıya doğru azalmış olur. Buraya qədər. Buradan da artıq artmış olur. İndi buradan baxırsan ki, nə olur? Mənfi sonsuzluqdan mənfi 3-ə qədər nə olur? Görürsən ki, törəmə müsbət olacaq, çünki artır. Törəmə müsbətdirsə, həqiqətən də baxırsan ki, funksiya özü burada mənfidir də, x-dən aşağı hissədir. Həqiqətən törəmə burada müsbətdir, funksiyanın özü də mənfidir. Yəni ki, artdığı üçün törəmə müsbətdir. Nə olur? Belə yuxarıya doğru gedir. Artdığı üçün müsbətdir törəmə, amma funksiyanın özü mənfidir. Həqiqətə ödənilir. Biri müsbət, biri mənfi oldu. Yəni ki, mənfi sonsuzluqdan 3-ə qədər olar biri. La bəndində ödənəcək. Sonra baxırsan ki, burada bu istiqamətdə gedir. Deməli, törəmə burada nədir? Törəmə burada mənfidir. Və funksiyanın özü də mənfidir. Görürsən, x-dən aşağıdadır. Həm törəmə mənfidir, həm funksiyanın özü mənfidir. 2 dənə mənfidirsə, sıfırdan böyük olmalıdır. Yəni ki, bu şərt ödənmir. Yəni ki, biri müsbət, biri mənfi olmalıydı. Deməli, burada olmadı. Sonra bu istiqamətə baxırsan ki, get-gedə artır. Burada törəmə müsbət olur deməli. Törəmə müsbətdir, funksiyanın özü də amma mənfidir. Çünki burada nədir? X-dən aşağıdadır. Fikir versəz, x oxundan aşağıdadır. Funksiyanın özü mənfidir, amma törəməsi get-gedə artdığı üçün müsbətdir. Biri mənfi, biri müsbət oldu. Deməli, 1,7-də ödənilir. Deməli, nə oldu? Mənfi sonsuzluqdan mənfi 3-ə qədər birləşməsi 1-dən 7-yə qədər, yəni A bəndi yazın. Absoxuna paraleldirsə, deməli, K burada 0-a bərabər olurdu. Və burada biz x0 tapmaq üçün nə etməliyik? K bərabər nə olurdu? F' x0 olur. İndi K 0 olduğu üçün törəməni 0-a bərabərləşdirərik. Yəni ki, 2 üstü 1 minus x-in kvadratının törəməsini bərabərləşdiririk 0-a. Bunda törəməsi olacaq ki, ümumiyyətlə a üstü x-in törəməsi nə olurdu? A üstü x vurulsun ln a olurdu. İndi burada da olacaq 2 üstü 1 minus x-in kvadratı vurulsun bir də ln 2. Bir də vurulsun mürəkkəb funksiya olduğu üçün vurulsun 1 minus x-in kvadratının törəməsi. Bu da bizə mənfi 2x verir. Bərabərdir 0-a. İndi buradan da hasil 0-a bərabərdirsə, vurğuları 0-a bərabərləşdirirdik. Amma biz bilirdik ki, qüvvət varsa, bu 0-a bərabər ola bilməz. Yenə ədəddir bu ln2, bu da 0-a bərabər olmaz. Bir də burada qalır mənfi 2x. Bir dənə bunu elə 0-a bərabərləşdirə bilirik. Mənfi 2x bərabər 0, buradan x bərabər 0 alırıq. X-i 0 aldıqsa, indi burada toxunanın tənliyi necə olurdu? Bayaq yazmışdıq. Y bərabər də olurdu ki, f x0 plus olacaq f' x0, yəni törəməsi bildirir bu. Bir də vurulsun x minus x0. X0-a da 0 tapmışıqsa, olur. İndi burada y bərabərdir f0 plus f-in törəməsi 0, bir də vurulsun x minus 0. İndi biz burada f0 tapmaq üçün həmin bu funksiyada, bizdə olan həmin bu funksiyada x yerinə 0 qoyuruq. Alınır ki, burada elə buradan yazıram. Fx bərabər, f0 bərabər də alınır ki, 2 üstü 1 minus x-in kvadratı, yəni ki, 1 minus 0-ın kvadratı 0 eləyir. 1 minus 0-da 1 olur. 2 üstü 1-də bizə 2 vermiş oldu. Bir də burada törəməsini, bir də nə inirdi? Sıfırını, törəməsində x yerinə 0 qoyub hesablayırdın. Törəməsi bizdə burada olan ifadədir. Göstərək sizə. Törəməsi, yəni bu oldu da. Bunu tapdıq. Törəməsi bu oldu. İndi burada nə inərik? X yerinə
0 qoysaq alınır ki 2 üstü 1 minus x-in kvadratı ilə 2 üstü 1 olur. Vurulsun ln 2 var. Bir də vurulsu olacaq mənfi 2x var. O da elə mənfi 2x yenə 0 qoysaq mənfi 2 vur 0 0 eləmiş olur. Ümumiyyətlə bu bərabərdir. Yəni ki vurğulardan biri 0-dırsa hasil də 0 olur. Tapdıq bunu gətirib burada yerinə qoyarıq. Onda y bərabər də olur ki f0-ın yerinə 2 qoyursan plus törəmənin f'0'ın yerine 0 koyuruq. Vurulsun. X minus 0'da ile x olur. Bu da beraber de 2 eləmiş oldu. Yəni ki, y bərabərdir. 2 eləmiş oldu. D bəndi. Bunu buradan qeyd eləyək. Həmin toxunan bu düz xəttdə paraleldirsə, deməli bunların k-ları eyni olmalıdır. Paraleldirsə k-lar bir-birinə bərabər olurdu. Burada 1 olduğu üçün orada da toxunulanda da 1 olmalıdır. Yəni ki, k bərabərdir 1 olur. Biz də nə edirdik deməli? Həmin bu apsis tapmaq üçün nə edirdin? K bərabər olurdu ki, f' x0. Yəni burada x0 tapmaq üçün törəməni k-ya bərabərləşdirdin. K 1 olduğu üçün buradan törəmə olur ki, 2x çıxılsın 9 bərabərdir 1-ə. Buradan da 2x bərabərdir 10 eləmiş olur. X də bərabərdir 5. Yəni A bəndi. Yazın. Toxunan tənliyi nə formada olurdu? Y bərabərdir. Bayaq buna aid bir sual yazmışdıq. Y bərabər də olurdu ki, fx0 plus f törəməsi x0 vurulsun x minus x0. Toxunan tənliyidir. İndi x0 bizə pi bölü 2 verdikləri üçün onda y bərabər də olur ki, f pi bölü 2 plus törəməsinin də yerinə pi bölü 2 yazarıq. Bir də vurulsun x minus pi bölü 2. İndi burada əvvəlcə f pi bölü 2-ni tapsaq, funksiyada x yerinə pi bölü 2-ni qoyarıq. Alınacaq burada 5 üstü kosinus pi bölü 2. Kosinus pi bölü 2 bizə 0 verdiyi üçün 5 üstü 0 alınır. Bu da bərabərdir 1 eləmiş olur. Bir də törəməsini tapaq əvvəlcə. F'(x) bərabər də olur ki, bu demək üslü funksiyadır. Bunun törəməsi olurdu ki, elə bil ki, a üstü x-in törəməsi nə olurdu? A üstü x vurulsun ln x olurdu. İndi burada da 5 üstü kosinus x vurulsun ln 5. Bir də burada kosinus x mürəkkəb funksiya olduğu üçün vurulsun. Bir də kosinus x-in törəməsi olur. Bu da bizə mənfi sinus x verir. Mənfi sinus x. İndi də f törəmə pi bölü 2-ni tapaq. Bərabər də olur. 5 üstü kosinus pi bölü 2 vurulsun ln 5. Bir də vurulsun mənfi sinus pi bölü 2. Bu da bərabər də olur. Kosinus üstü 5 üstü kosinus pi bölü 2 bizə 5 üstü 0 verir. Bu da 1 olacaqdır. Yazmağa ehtiyac yoxdur bir də. Çünki hasildir burada. Bir nəyə vursan həmin şey olur. Bir də vurulsun ln 5 var. Bir də mənfi sinus pi bölü 2 var burada. Sinus pi bölü 2 bizə 1 verirdi. Mənfi varsa olur mənfi 1. Mənfi 1-i də ln 5-ə vursam mənfi ln 5 eləmiş oldu. Bunlar tapdım. İndi burada yerinə qoyarıq. Y bərabərdir. Fx0 1 olmuşdu. 1 plus f'(x) mənfi ln 5 oldu. Bir də vurulsun olurdu x minus x0, yəni ki, x minus pi bölü 2 bərabərdir. Burada alınır deməli nə? Bu mötərizəni vurub açsan alınır ki, burada nə? 1 plus, daha minus olacaq. X ln 5 x ln 5 bir də olur ki, plus deməli ln 5 vur pi bölü 2 var burada və yaxud da pi bölü 2 vurulsun ln 5. Burada da x ln 5-i biz belə yaza bilərik. Mənfini qüvvətə atarıq. Bu mənfini qüvvətə qaldırsan alınır ki, burada nə? 1 plus ln 5-də 1 olur da. Artıq 5 üstü mənfi 1, 5-də 1 olur. X də var burada. Bir də plus deməli pi bölü 2 ln 5. Yəni burada
B bəndi eləmiş oldu. Minimum nöqtə alırsa, yəni ki, burada belə deyiləm, minimum qiymət alırsa, deməli burada x minimum bərabərdir 1 olmalıdır. İndi burada deməli nə edərik? Həmin bu hansı qiymətdə aldığını, yəni ki, AB-nin qiymətlərini tapmaq üçün, AB-nin neçə olduğunu tapmaq üçün burada nə edirsən? F' 1 bərabərdir 0 yazırsan. Ümumiyyətlə biz həmin bu minimum nöqtəni tapmaq üçün nə edirdin? Törəməni 0-a bərabərləşdirirdin. Minimum nöqtəsi 1-dirsə, f'1 bərabərdir 0 yazırsan. İndi buradan da törəmə bizə nə verəcək bu? Verilən funksiyanın törəməsi olur ki, 4x plus a olur. Bərabərdir 0-a. Burada x yerinə 1 qoyursan, alınır 4 plus a bərabərdir 0-a. A da bərabərdir buradan mənfi 4 tapmış olursan. A mənfi 4 oldu. Gətirib bu funksiyada yerinə qoyursan, y bərabərdir olur 2x kvadrat plus, daha doğrusu minus 4x plus b. Funksiya 1-0 nöqtəsində minimum qiymət alırsa, deməli x yerinə 1 qoyanda elə y 0 alınmalıdır. Ona görə burada yazırsan ki, 2 vurulsun elə 1-in kvadratı 1, çıxılsın 4 vurub 1 elə 4, plus b bərabərdir 0-a. Buradan da mənfi 2 plus b bərabər 0 alırsan, b də bərabərdir 2 tapmış oldun. Deməli, a-mız mənfi 4, b-miz də 2 aldı. A bəndi eləmiş olur. Mənfi 4, 2. Bunu da buradan qeyd edək. Nəsini tapın. Bunun üçün əvvəlcə törəməni 0-a bərabərləşdiririk. Yəni ki, f' bərabərdir 0-a. Bunun törəməsi olacaq ki, burada 3-də 2 vurulsa olacaq 2x-in kvadratı. Yazaq ya da izahlı formada olsun. 3-də 2 vurulsun 3x kvadrat olacaq. Çıxılsın. Burada 2-də 3 vurulsun 2x olacaq. Bir də plus 1 olur. Bərabər 0. Burada ixtisarlar gedir. 3-lər bir-birini aparır. Qalır 2x-in kvadratı. Burada 2-lər bir-birini aparır. Çıxılsın olur 3x. Plus 1 bərabər 0. Bunu da vurğulara ayırsaq, əmsallar üsulundan istifadə edə bilərik burada. 2x-in kvadratı 2x-lə x-in hasilidir. 1 də elə belə yazaq, mənfi 1-lə mənfi 1-in hasili kimi yazaq. Çünki çarpaz vurub toplayanda bizə bu ortadakını mənfi 3x-i verməlidir. Həqiqətən çarpaz vurub toplasan, həmin bizə bu mənfi 3x-i verəcəkdir. Çünki burada mənfi 2x plus mənfi x bərabərdir mənfi 3x olur. Deməli, doğru yoldayıq. Bunu vurğulara ayıranda da belə düzünə götürürdü. Yəni, necə olurdu? Elə bu formada 2x minus 1 vurulsun olacaq x minus 1. Yazaq buradan. Deməli, 2x minus 1 vurulsun olacaq x minus 1. Bərabərdir 0-a. Buradan da 0-a çevirən qiymətlər 1 olur. X bərabərdir 2-də 1. 1 də x bərabərdir olur 1. Bunlara da tuxumda qeyd edirsən. Deməli, 2-də 1 qeyd edirsən. Bir də 1-i qeyd edirsən. İndi burada 1-i qeyd elədi, bir də 2-də 1-i qeyd elədi. Birdən bu tərəfə qiymət verəndə burada müsbət olur, burada mənfi olur, burada müsbət olur. Deməli, nə olurdu? Müsbətdən mənfi keçən nöqtə bunun maksimum nöqtəsi olurdu. Müsbətdən, deməli, soldan sağa doğru baxırsan, müsbətdən mənfi keçirsə, bura 2-də 1 bunun maksimum nöqtəsidir. Yəni ki, x maksimum bərabərdir 2-də 1-dir. Amma mənfidən müsbətə keçirsə, həmin bu nöqtə bunun minimumu olurdu. Mənfidən müsbətə keçəndə. Minimum desəydi 1 olardı. Maksimum istədiyi üçün 2-də 1 olur. Yəni, burada olacaq B bəndi. Bunu tapın. Bunun üçün törəməsini 0-dan eşitdir, bərabər deyilib həll edirdi. İndi burada, deməli, yazaq ki, burada f'(x) nə edirdi? Eşitdir, bərabərdir 0. İndi burada da 3x-in kubu çıxılsın x-in törəməsi azdır 0-da. İndi burada törəməni tapsan, alınır ki, 9x-in kvadratı çıxılsın 1, yenə azdır 0-dan. Buranı vurğulara ayırsan sol tərəfi, alınır 3x minus 1, 3x plus 1, yenə eşitdir, bərabərdir 0-dan. İndi bunu 0-a çevirən qiymətlər, ədəd oxunda qeyd edirsən, biri mənfi 3-də 1-dir. Biri də
müsbət 3də 1 olacaqdır. Bu formada olur. Yəni ki, ən böyük qüvvətin əmsalına baxırsam müsbətdir. Müsbət, mənfi, müsbət gedir və yaxud da həmin aralıqda qiymətlər verirsən. Bizdə burada mənfi aralıq, mənfi hissə lazımdır deyənə mənfi 3də 1-dən müsbət 3də 1-ə qədər cavabımız eləyir burada C bəndi. Artma aralığını tapın. Bunun üçün törəməni sıfırdan böyükdür, bərabərdir eləyərik. İndi burada bunun törəməsini tapmaq üçün əvvəlcə bunu biraz sadələşdirək. Fx bərabər də olacaq. Mötərizəni açsan, olur x-in üstü 4, çıxılsın 2x-in kubu. Deməli, neynərik? F(x) böyükdür, bərabərdir, 0 eləyərik. İndi burada deməli, bunun törəməsi olur 4x-in kubu, çıxılsın 6x-in kvadratı, böyükdür, bərabər 0. Bunu vurğulara ayırsan, burada x-in kvadratını və yaxud da 2x-in kvadratını daha doğrusu mötərizə xaricinə çıxarda bilərik. Qalır ki, burada nə? 2x çıxılsın 3. Böyükdür, bərabər 0-dan. İndi burada da hasil 0-a bərabər olması üçün vurğuların hər birini 0-a bərabərləşdirsən, burada x bərabər 0 alırsan, 0-a çevirən qiymətlərdən biri 0-ın özüdür. Digəri isə x bərabərdir. Neçə olur? 3 bölünsün 2 eləmiş olur. 2-də 3. Bunları ədəd oxunda qeyd eləyirsən. Deməli, 0-ı qeyd eləyərsən. Bir də 2-də 3-ü qeyd eləyərsən. 2-də 3-dən sağ tərəfə qiymət versən, müsbət olur. Burada mənfi olur. Burada da mənfi olacaqdır. Onda burada deməli, nə edirsən? Baxırsan ki, bizdən artma aralığı istədiyi üçün müsbət yer lazımdır deyənə 2-də 3-dən müsbət sonsuza doğru gedəcəkdir. Yəni, A bəndi. Bunu da burada qeyd eləyək. Bugünkü izah bu qədər. Sağ olun, sağlıqla qalın.